Daha bir dəhşətli hadisə baş verib. Bu dəfə hadisənin qəhrəmanı, dırnaqarası qəhrəmanı bir məscid axundudur. Məscidlərin birinə axundluq edən bir din xadimi 5 il ərzində öz doğma 3 qızına davamlı olaraq cinsi təcavüz edib. Və bu hadisə qızlardan birinin sosial xidmətlərə gizli şəkildə müraciət etməyindən sonra aşkara çıxıb. Məhkəmə hökmü ilə həmin bu şəxs 78 il 9 ay müddətinə həbs cəzasına məruz qalıb. Yəni hər 3 qızı üçün ayrılıqda həbs cəzası verilib, toplam 78 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. İmam bu hökmlə razılaşmayaraq, belə desək, apellyasiya şikayəti verir, lakin növbəti məhkəmədə hakim eyni qərarı qüvvədə saxlayır. İstintaq zamanı o da bəlli olur ki, ilk dəfə olaraq böyük qızı 14 yaşında olanda bu kişi qızına cinsi təcavüz edir, daha sonra digər qızlarına eyni çirkin əməli təkrar edir və 5 il müddətində 3 qızını cinsi təcavüzə məruz qoyur. Hadisə Türkiyədə baş veribdi və bu xəbəri Sözcü qəzeti yazıbdı. Biz övladımızı qonşudan qoruyuruq, uzaq qohumlardan qoruyuruq, yad kişilərdən qoruyuruq. Bəzən isə belə hallarla da qarşılaşırıq, belə hadisələrin də xəbərini oxuyuruq. İndi bəzi izləyicilərimiz çıxıb yazacaqlar ki, indiki atalara da etibar yoxdur. Xeyr, əzizlərim, atalara etibar var. Məsələn, bu şəxs ata deyil. Bu tipik bir xəstə bir cinayətkardır.